Müasir dünyamızda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyasında enerji təhlükəsizliyi aparıcı mövqeyə malikdir. Enerji təhlükəsizliyi məsələləri. Və hər iki dövlət bu günləri dünyanın enerji təhlükəsizliyində xüsusi söz sahiblərindən biridir. Və Türkmənistanın potensialı, Türkmənistan qaz potensialı həqiqətən də heyrətamizdir. Yəni, mən bəzi rəqəmlər səsləndim, özünüz də görəcəksiniz ki, Türkmənistan nə qədər böyük qaz potensialı var və enerji təhlükəsizliyinin hansı çəkiyə malikdir. Əvvəla qeyd edim ki, dünyada qaz potensialına, təsdiqlənmiş qaz ehtiyatlarına görə dünya üzrə region yox, dünya üzrə 4-cü yerdədir. Birinci yerdə Rusiya Federasiyasıdır və onların 47 trilyon kubmetr qazı var. 47 trilyon. İkinci yerdə İrandır. İranda 34 trilyon kubmetr qazı var. Üçüncü yerdə Qətərdir. Qətərdə 24 trilyon kubmetr qazı var. Dördüncü yerdə isə Türkmənistandır. 19-15 yuvarlı 20 trilyon kubmetr qazı var. 20 trilyon. Müqayisə üçün bizim də böyük qaz potensialımız var. Bu cürdə qəbul olunur. Bizim 2,6 trilyon kubmetr təsdiqlənmişdir. Amma Türkmənistan dediyim kimi dünyada 4-cü bu istiqamətdə, yəni güclü potensialı baxımından. Və bax, hər iki dövlət dünyanın enerji təhlükəsində və bu sferadakı təhlükəsində xüsusi xidmətləri var və bu qeyd olunmalıdır. Və bax, iki güclü, böyük enerji dövlətinin də əməkdaşlığı həm ənənəvi enerji sahəsindədir, həm də ki, yeni enerji sahəsi, yəni alternativ enerji sahəsi, bu yaşıl enerji sferasıdır. Və nəzərə alsaq ki, Azərbaycanın 2032-ci ilə qədər Cənab Prezident bunu dəfələrlə çıxışlarında söyləyib ki, 8 giqavatlıq yaşıl enerji istehsal etmək potensialımız var və bu istehsal olunacaq. Təhsil Qarabağ və Şərqi Zəngəzurda bu potensial 10 giqavatdır. 8 giqavat və bu sferaların, bu sahədə də əməkdaşlıq üçün yaxşı imkanlar var. Və eyni zamanda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qeyd elədi ki, bu günləri bax, Əfqanistan, sonra Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə deməli marşrutu işlək vəziyyətdədir və eyni zamanda qeyd elədi ki, bu günlər başqa bir marşrutun açılması istiqamətində, işə düşməsi istiqamətində ciddi işlər gedir ki, bu da eyni zamanda Türkmənistandır, Azərbaycandır, Gürcüstandır, orada Rumıniya istiqamətidir və bu Xəzər dənizi ilə Qara dənizin birləşdirilməsi mənafeyinə xidmət göstərir. Yəni, bax, bu sferalar ki, mühüm sferalardır, bu sahədə ciddi əməkdaşlıq var və hər iki dövlətin biz əlaqələrindən bəhs edərkən təbii ki, daha bir sahəni heç bir halda unutmaq olmaz. Bu, nəqliyyat, logistika sahəsində daşımalardır, bağlantılardır. Belə ki, 2025-ci ilin göstəricilərinə görə hər iki dövlət arasında onlar orta dəhlizin üzərində yerləşirlər. Yük daşımaları 15% artıb. 15% artım qeyd alınıb ki, bu da çox mühüm nəticələrdən biridir. Və ən əsası hər iki dövlətin əlaqələrində birinci növbədə siyasi dialoq yüksək səviyyədədir. Siyasi iradə ortadadır. İqtisadi əlaqələrimizin inkişafı ilə bağlı çox ciddi işlər görülür və müqayisə üçün deyim ki, biz elə bu ilin 4 ay ərzində 17 milyon deməli 17 milyon dollar bizim orada ixracımız olub, 13 milyon dollar onların bizə ixracı olub və bu sadəcə 4 ay nəticələrdir və proses getdikcə daha da genişlənməkdədir. Və biz əlaqələrimizə qiymət verərkən daha bir sahəni xüsusi vurğulamalıyıq, bu humanitar sahədir. Çünki bizim dediyim kimi mədəniyyətimiz eyni, dilimiz eyni, bizim dəyərlərimiz eyni və üstəgəldə biz tarixi İpək yolunun üstündə olan dövlətlərik. Bizim dədələrimiz də, babalarımız da eyni dəyərləri paylaşıblar. Və biz iki dövlətin münasibətinə qiymət verərkən humanitar sahəni yaddan çıxarmamalıyıq. Və nəzərə alsaq ki, bu ayın da, hətta iyun ayının əvvəlində Türkmənistan paytaxtında Azərbaycan Mədəniyyət Günləri keçirildi. Keçən illər isə, 2025-ci ildə isə Türkmənistan həm Bakıda, həm də Gəncədə mədəniyyət günləri keçirildi. Yəni, bunlar bir daha bizi yaxınlaşdırır. Bizim deməli, ziyalarımız, mədəniyyət xadimlərimiz, elm adamlarımız, fikir düşüncə adamları bir-birindən nə qədər ünsiyyətli olursa, nə qədər öz
deməli, baxışlarını paylaşırsa, bu bizi daha da zənginləşdirir. Bu baxımdan belə mədəniyyət günlərinin keçirilməsinin xüsusi çəkisi var və iqtisadiyyat bazisdir də, bilirsiniz. Əsas iqtisadiyyatdır və bu sahədə də indi bizim hökumətlərarası komissiya var, onun növbəti iclası gələn ay olmalıdır. Və bax, bu sferada da əlaqələrimiz inkişaf edir və bu dövlət başçıları səviyyəsində əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Bayaq mən sizə söylədim ki, bəs onlar bizə Türkmənistan dost, qardaş dövlət olaraq bir məscid bizə hədiyyə etdilər. Bu Türkmənistan kapitalı ilə tikilən məsciddir. Dostluğumuzun, qardaşlığımızın bir rəmzinə çevrilib. İndi onun başqa bir rəmzində bu səfər çərçivəsində biz yaşadıq. Azərbaycan prezidenti Cənab İlham Əliyev Bakıda bilirsiniz ki, böyük bir gəmi qayırma zavodu var. Bəli. Və bir 14 gəmi artıq istehsal olunub və bu gəmilərdən biri də Dostluq adlanır və bu gəmini Azərbaycan prezidenti Türkmənistana hədiyyə etdi. Hədiyyə etdi və bu gəmi Türkmənistan iqtisadiyyatına, enerji sektoruna, yükdaşımalara, neft daşıyan tankerdə də xidmət edəcək və bu da, dediyim kimi, bir daha təsdiqləyir ki, biz dostuq, biz qardaşıq. Həm də Azərbaycan prezidenti Türkmənistanın prezidentinə onun Şuşaya səfəri çərçivəsində bir at da hədiyyə etdi. Qarabağ atıdır və bu da Türk dünyasında at hədiyyəsi, bu xüsusi məna və çəkiyə malikdir və hər dövlət adamına atı hədiyyə etmirlər. At özü bir qeyrət, namus simvoluna çevrilir bizim ata-babalarımız tərəfindən. Bu baxımdan bu jestin özü də göstərir ki, biz nə qədər yaxınıq, bizim dostluğumuz əbədidir və bu bizim iki tərəfli münasibətlərimiz yüksək səviyyəsinin ifadəsi, tərənnümüdür.